Belə bir suala baxaq. 1 bölünsün a plus 2 üstə gəlsin 1 bölünsün b plus 1 bərabərdir 6 olarsa 2a plus 6 bölünsün a plus 2 üstə gəlsin 3b plus 5 bölünsün b plus 1 ifadəsinin qiymətini tapın deyil. Birinci məxrəc olduğu kimi qalsın, sürəti sadələşdir. 2-ni çıxarsaq a plus 2 məxrəci sürətdə yaradırıq. 2a plus 4 eləyir, plus 2 çatmır 6 olması üçün. Deməli 2a plus 6-nı parçaladım. 2 vurulsun a plus 2 plus 2 kimi. Üstə gəlinsin b plus 1-dən 3 vurulsun b plus 1 plus 2 kimi. Deməli 3b plus 5-i də məxrəcə uyğun olaraq 3 vurulsun b plus 1 üstə gəlsin 2 kimi parçaladıq. Bərabərdir. Bunu da 2 vurulsun a plus 2 bölünsün a plus 2 üstə gəlinsin 2 bölünsün a plus 2. Digər kəsiri də ayrı-ayrı kəsirlərə parçalayaq. B plus 1 bölünsün B plus 1. Üstə gəlinsin 2 bölünsün B plus 1'ə. A plus 2'lər ixtisar getdi. B plus 1'lər ixtisar getdi. Deməli, birincidə qaldı 2. Üstə gəl. İkincidə 3 qalmışdı. Və 2 bölünsün A plus 2. Üstə gəlsin 2 bölünsün B plus 1. Bu da bərabərdir. 2 ilə 3 5 eləyir. Buradan da 2'ni çıxarsam mörtəzə xaricinə 1 bölünsün a plus 2 üstə gəlsin 1 bölünsün b plus 1. Bu ifadənin qiyməti də bizə verilib ki 6'dır. Gətirib yerinə 6'nı qoysaq 5 üstə gəl 12 olacaq 17.